çok kaslanacağım ve herkes döveceğim. Kanka öğüt veririm ayol. Göstereyim bak belirle yine. Günde de yürüme yine Murat. Sana yapalım. Başlayak. Gitti de yemeği. Şu an yemeği. Ağrı geçti. Ağrı Mehmet dudağınızdan buraya aşıklamış. Erteme, bu arada Kasım'dan pazara pal-pal-pal, müşteriye Kavurdum. Kavgam yok hakim buna. Ama bunu kavgayı var. Fiyatı da kalırlar. Hamısına gəlir, nə qədər az gəlir, kesin ondan gəlir. Hadi. Dur, bu da. Gələrsən, bir dəfə istəyir. Hiç Bir dənə sızaq çıxmış burası. Bizə də nə başqa şey hiç yox. oynasın. Ay başım o bir həkimə bu İşte deyil. bak kavgıyor mu bu ama bu. Şey balaca olanda. Sakal Balaca olanda. Sızaq bir dənə sızaq. Aparı var nə deyib ki, çok koyar yasladık. Məhəmməd gələn kimi, hayla bildilər, maşına çıxdılar, getdilər. Orada nə var idi ki, bunu apardı? Nə kimi bir şey yox, qadaslar gəlir. Arvad deyir ki, mənim bunun heç nəyindən, hara gedir, haradan gəlir, heç nəyindən xəbərim yox. Mən onda gördüm ki, Məhəmməd gələn kimi, bu nə hayla, buyla getdilər, qatdılar da gəldilər. Gələn gündən həftə 8 mən 9 dedəsinin yerində həftələrmiş günlər. O səni hara sahibdir? Bir taşıyorum ya. Getdin, gəldin otelinə. Gəzmək vaxtı var. 3 aydan biri, 2 Şey, aydan biri, 4 gətiriblər, aydan Lalənin biri. bacısının adı nədir yadımdan çıxdı. Onu gətirdilər ki, görə uşağın qırxın döyməyə. Göçək. Gəlin uşağı göçəklərlə yedirir, qırxın döyəcək. Yabaydan gelip gəlirim Məhəmməd. Barazanı. Güya qız döyməyə gəlir. Şey eləmir, uşağı vermir arvadın əlinə. Salır o içəri, qapını da çəkir, örtüyür, qız çatlayır, görə çıxanda da arvadla geri çöldə barda hərlənir. Uşaqdan yıxıldısa, ağladısa qutardı getdi. Onun üçün itin başını qız alır ağzına. Qapını basır, uşaq oradan çıxanda yürür Lalənin yanına. Vay o günə Lalənin yanına gedib, ağlayırsa qutardı, səsini kəsmir. Başlayır, deyir itin başını alır ağzına. Uşaqdan uşaq ağlayır. Heç kimə güvənə bilmir, nənəsinə güvənə bilmədiyi uşağı indi qaytarır verir onlara. Az qurğudur. Sən buna görə deyirəm. Deyir, 12-də şeydir, görsən də pop yemiş kimi gedir. Beni andırmaqdan da ötürü tapara vermək işləməyə şey kəsdirəm, almayın. Ki, ana uşağından imtina edir. El içində biyavır eləyərlər bunları. Uşaqdan imtihanı nə səbəb eləyərsən? Məhkəmə adamın üzünə tüpürərik. Görəyinə ki, oradakı bu baxırda problemlə, baxır hansı problemlərlə boşananlar var idi. Ağızlarına gələn deyirlər, məhkəmə. Sən ağırlar, demin ağırlar. Hamı hər şeydə deyir. Heç bir şey. Nə o da sual verir. Mama alacaq, gətir. Dolanışmısan, deyir, sənin kimi dolana bilməyən ailə milyonlarla. Gedir sahərədə işləyən ailə milyonlarla. Arvad şeydən razılıq edirmiş də güvələ ailədə. Kəmal dedi ki, dedi ayrı, o günü qohumunu işləyəmişəm. Deyir, orada gördüm, İlhamın axı qohumdular bunlar. Deyir, soruşdum, sənin nəvələrində tərdir qızılma var. Deyir, düşmanım var. Özüm baxıram, özüm saxlayıram, yükün özüm çəkirəm, uşağa baxan yoxdur, qızıma baxan yoxdur, qalmışam, qızım öldü, dirildi, özüm şeyləmişəm, nə bilim, nə varmışam, dedim ki, qaynənə, sıradan qaynənə, az qaynənə uşağa baxır ki, az qaynənə iş qıza kömək edir ki, qaynənə iş dünyanın vecini alır ki, bilir ki, nə var, nə yox. Deyir, özümdə bir məhətdir, mən niyə ona dedim buna? Amma o vaxt yayda bir də Məhəmməd sən gəlir ki, onun təzyiqi düşüb, ələm aparsın, onun təzyiqini üstünləməsini ondan əsər yekə danışırsa,
Qızıma bir öğüt vermişəm, heyəmişəm. Bir də qızın yanına girəndə, uşaq olanda ki, bax onu çırağın başına fırlayanda dedim ki, bala, verdiyim süt sənin haramın olar. Qaynana, qaynatına baxmasın. Bu nətər yastı danışdırırsan, qayıf gələndə selam verirdi. İmkan vermədin ki, o balaca qızı elçi gedir. Dedim, mən o balaca qızın duruşundan qorxuram. Sən nə danışırsan? Niyə mən o balaca qız? İlhamə, elə pisimə də gəldi. Bu sözümə bax, buranla da qayni söz yada saxla. Gəldim gecə səhərdən fikirləşdim. Dedim ki, kür başına canım. İki qızla yan yön elədi. İlhamə, nədir, kimdir? Üç quzu qalağında tərəflərə. Sən bir qızı eləyə bilmədin. Gerçəkli mühafizəyə söylədi. Nətər xoruz kimi belə duruş. Əri örüf elə bir burada. Gedəndən gələnə də ben gələn o qədər danışdı. O qədər bu tərəfdən bu qızının imkanından, onun qaynatasının imkanından danışdı. Aynen yükü nədir danışdı. Qızı da haqq hesaba verir. Gəldim bax çörəyinə də haqqı bir 2 gün özümə gələnmədim. Bax çörəyinə də haqqı. Ki kül başına aycan. Adam Allah Teala işin adamın qabağına çıxardanda deyir ki, qocalan. Mənim kimi, sən kimi də olanda adam belə qalır ki, başına dönüm ayaqlı. Sən mənim kimi görər o. Kastanıyım işte bu. Yarım Kıyım kilo kişmişi bırakır ki. Fırlanı bırakır ki. İşte bu. Sen Burada. abi ne? Her gün onu Kız yiyeceğim ama dişi kız kavun gerek. Kuzu. Navarsan, hazır olursan, hazır navarsan, dinlensen. Kuzu bildiğim kadar. Oyo dur çabuk. Mən görməmişəm də. Deyir, onlar çıxıb gələndə qız ağladı. Allah'ımıza üşdüyümüzdə. Burada bizdə fikirləşdik də. Üşdüyümüzdə, hə. Söyleyeyim. Qızın anası qayıtdı ki, ağlama. Niye yanımızda olmadı ki? Ay bana niye ağlayırsan ki? Kus. Ne var? Ne tekif ne varıftı? Bir dənə Məhəmməd yatmağa Mən gidiyor. yürüm çəkirəm, mənim yerimi bilmirlər. Mənim qədrimi bilmirlər, nə bilim nə var. Orada asacaq var yaxın. Nərbəkin desək. Hə, gəlir. Hə, şərat da. Niyə qətlən içirəm? Qət yaxşı qət. Niyə? Qət də, nə bilim, bəlkə sən xoşuna gələcək. Mama. Demişəm mən. Ağ yeni hey olacaq. Mən sənə çay istədim. Neçə tanrı oğullar var. Hə, İçmək olmur. şeydir. Mən yürüm çəkirəm, onlar qədrimi bilmir, nə bilim nə var. Yürüm vallah nə var. Ben deyirəm, atamın evində, anamın evində yiyirdim, içirdim, gəldim. Bokumuz O şey Şabala deyir, ben atarla verdi, borlu koydu, borlu deyir. Qız vaxtı, sənin 2 uşağın var, eynindən yemiş, eşə də verir. Yemiş, gəlmək ki, Sırf 10 tane yapın. mənim adı qədər. 21 Kaldıracağım. yaşıma başımın Böyle bir değil tərəfə ya var. bana. Kimə görə, nəyə görə canımı xəstə salmalıyam? Xəstə şişədən sonra nə olacaq? Əlvərə gəl. Sənə görə də bu takım qurtarıydı. Əziyyət çəksin. Sarış eşek kimi işləyir evdə səhərdən axşama kimi. Yeyib uzunda da döyüşüb, bunu belə deyirlər. Onda gəl sarış camaatı minə. Hamının çətinliği olur, hamıdır. Sən gedəndə bilirdin ki, bura gedirsən, sən bura belə. Sənin gözünü demirəm ki, arvad mənim tanıyıram mən. Bilirəm, demirəm deyir. Amma hər şeyin yeri var. Mən qocadan gəlməm. Sən qocalmayasın. Qocalmayasın. Sənin qızın sənin olur. Ha? Sanka belə deyil. Bax burada kim haqdır, kim nə haqdır? Bir qabağına çıxacaq. Deyə. Bizim evdə problem var idi. Onlar bizə nə cür baxırdılar. Keçən yay qardaşı ilə gəlib dolanmırdılar. Nə var? Deyə çıxır yalanı. Gerçəkdən çıxır. Mama həkdərində Zeynəbə deyirdi ki, heç nə demirəm, ananın qabağına çıxsın. Bircə kəlmə onu deyərdi. İndi elə çıxır anasının qabağına. Evlənib qardaşı. Niyə bilənmir? Bir ayrı cür çıxır. Oğlu bir pazdır. Gəlini bir paz. Adam gəlin olur da ən çox paz olan. Bunun oğlu da paz. Deyir, bura yox, bura yığılıblar. Səhlə. Öz aramız danışır, bu Lalə birinci dəfə ailə qurdu, dayısı oldu. Yəqin ki, bilirsən. Onun bir anası var idi. Bax,
indiki Laləni görürsən ha, elə bir əslidir. Quruluşu, quru, forması, bax Yusifin canına, elə bir bax o gün sizin boyda onu gördü, əsli gəldi, gözünü davrandı. Sözümün canına ha. Əslini qoymur ki, süfrəyə gələ, mən ondan ilgəldim. Bax Allah'ın olsun. Deyirdi ki, mən ondan ilgəldim. Uşağıydım. Bax Allah şahidimdir. Yemək də vermirdi, halını apardı. Bax Qurana and olsun. Onlarda qalardım. Oğur əsli oturmuş tutaq ağacın dibində. Oğur yerdən ayıqdan apar bana verirdi. Bax Allah. Apar və oğurun verirdi. Mən ürəyim yox değil mi? Bax Allah bu tənə xalam gedə. Ələskər özümə anasıyla dalaşıb, anası deyil. O əsla alıbdı mən alırdım. Xalam deyildi, xalan sağ, buradan ürəyin özü sağ. Nalə var, yetişən deyil. Hə, deyirəm ki, ay xalam, onun anası deyil, mənim ürəyim durdu. Ona özümdən asıldı. İndi bax, o günə siyadaydı ki, Lalə ağladı. Ürəyim nesi bir nətər deyil, sız deyil, insandır da, nə bilir. Bəs mən də bəyət deyirəm ki, Nə olur, insanın ən yüksək şey kişiləsə möhtac olmaq. O möhtaçdır. O belə, elə bir vəziyyətlər. Onu da möhtaçlığa özləri gətirdi sağ. Ana bala özləri neyələdilər. Gövdə göstərisinə, gövdə göstərisinə rəhmətli Yezanın qızının toyuna gedirdi. Allah götürməz. Amma sən gövdə göstərisinə hara gedirsən? Xeyr deyir. Görsünlər ki, belə. Oğlu, kişi olur, maşın sürür, bunlar toya gətirir. Gətirdə neyin? Sən elə mənə deyir, gərək Allah ona yol verir ki, sən onu gəlsin. Qaldılar ki, gəlir. Bunun burasını yiyəcək. Qırmızı yalmayaz, mən nə biləm, mənim uşağım bir olacaq, ikisi birdə, mən qırmızı alamayacağım. Ya, nə bilim, neyini? Sən mənim uşağımı demirəm, yenə. Hamı bilir ki, bala nə deməkdir? Bala nə deməkdir? Balanı heç nə bayaq əvəz eləmir. Sağ müəllimlər gətirdi, pulu yetirdi, deyildi, bax, sağ olacaqdır. Apardım şapaşa verir onun tərəfini, o evdə oturmaq olmaz. O evdə oturmaq olmaz. Çox malmış deyil, ikinci həftəsiydi, mən ona dedim ki, mən dayanarım, mən apar ora Qəbsan'da. Geçdim Qəbsan'da, oradan getdi ki, şapqa daşıdıqlarım, çağırıb, usta evrimdə verir. Qabağı bayrama gedirlər. Paşa falan deyir ki, gəl içəri, mən aparıb deyir, görəm, bax, görəm, içəri ki, deyir, üstü olmuşa, paxlama. Deyir, mən belə, yanlara gedirlər. Buradan gedirdilər, yaxşı yerlə, gedirdilər. Əlbət götürür, gələr gedir. Mən də burada, baba qızın yanında deyim. Qız onu deyirəm ki, dedim, sən qardaşınız yanında. Sən dedim gərək, sən mənə nətərsənsə o da onu götürəcək. O artıq götürür, o mənim üçün dedim görüşürür. Bu Allah, o yazır ki, bunların yanında əsəblə dedim, heç sakit yox. Bu sorular ki, var hər söyledi, yazıq, bunu deyirlər. Hə, yazıqdır, bəs elə söz deyirəm ki, görsə, qapıma indi nətər gəldim mən. Sən mənə yaxşı olsaydı, bugünkü gündə mən onu şey eləyə bilərdim ki, xəşi qoyulur da. Əlbəttə. Adam Allahdan qorxar, şəşim, ha bu cürdür, mən onu buyur ola bilmərəm. Hə, elə onu deyir ki, sən ailəyə sən qardaşın qızıdır. Hə. Qardaşı qızı, mən dünən Siləyəmrayla dedim. Dedim, Allah haqqı 40 manatdan ötü, gözünün qabağında, yadındadır, nə oyun oynadı. Dedim Siləyəmrayla, Orxan pul verdi ki, mama istəməyəcəm, apar ver, qoy ayında bir şey olmasın. Hə, amma bir oyun oynadı ki, gəldi. Amma parmışsızlaşma gəlmişsiniz, 40 manat pul verdi. Çıxmasın, yəni pul verdi. Amma axı Zahra dedim, Zahra. Yəni o şeylər var. Amma öz Allaha canım qurban sayır, mən Allahımdan çox razıyım. Bax, onun canı ki, dualım eşidə qapısında deyil ki, dedi bala, şey eləmək lazım deyil. Fironluq eləmək lazım deyil, dilindən çıxan deyil. Adamı Allah bedən yer elə çırpır ki, adam həmən adamların yanında xəcər çəkir. Lalə, bax, Quranın olsun qapısında, özü qapısında avariyadan sonra təzə başına gəlmişdir. Dedi, fironluq eləmək lazım deyil. Allah adamı yuxarıdan aşağı elə çırpır ki, hə də bəs adam həmən adamların yanında xəcalət çəkir. Nalə çox söyləyir. Mənəm demək olur, görsən. Elləri ki, qorxa-qorxadır. Qorxadır, düşər qorxadır. Bəs sən, ana, hamını atıb 5 oğlu, 2 qızı atıb bir dənə səni tutanan
Arpavı stolun üçüncündən qoydum. Buradan itələdim belə arpavı qalanı o başa. Arpa dağlıya durdu getdi ki, elə bir itin qabağına yağ qoyur. Bu yeməyi yemədi. Arkadaşlar ya. Benim kız Allah bitirer onu. Bak bu yaşadıklar var. Deyirəm ki, sağ onun derimi əsli. arkadaşlar burada videomuz bitti.